Salam. Gəlin bir anlıq düşünək. Ən yaxşı işçiləriniz niyə gedir? Dərhal ağla gələn cavab yəqin ki, maaşdır, elə deyilmi? Amma səbəb təkcə o deyil. Bugün biz daha dərinə gedəcəyik. Sadəcə hansısa güzəştlər təklif etməkdən yox, insanların həqiqətən də tərk etmək istəmədiyi bir mühiti necə yaratmaqdan danışacaq. Baxın, bu rəqəm əslində hər şey deyir. 63%. Pew Araşdırma Mərkəzinin sorğusu göstərir ki, işçilərin, düşünün, 63%-i sırf karyer yüksəlişi üçün bir yol görmədikləri üçün işdən çıxır. Yəni bu şirkətlərin ən dəyərli kadrlarını itirməsinin əsas səbəblərindən biridir. Və ən əsası, bu həll oluna bilən bir problemdir. Yaxşı, onda əsas sualımız budur. İnsanların getmək yox, məhz qalmaq istədiyi bir şirkəti necə qurmaq olar? Və cavab, inanın mənə, pulsuz qəhvə və ya ofisdəki stolüstü tenisdən qat-qat dərindədir. Gəlin bugün məhz bunun üçün lazım olan o strateji addımlara birlikdə baxaq. Problemin kökü bilirsiniz haradadır. Şirkətlərin təklif etdikləri ilə işçilərin həqiqətən dəyər verdiyi şeylər arasında bir uçurum yaranır. Biz buna işçi təcrübəsi boşluğu deyirik. Və məhz bu boşluqdur ki, ən yaxşı işçilərinizi qapıdan çölə yola salır. McKinsey-nin araşdırması da bunu bir daha təsdiqləyir. İnsanların işdən çıxmasının bir nömrəli səbəbi karyera inkişafının olmamasıdır. Yəni, yenə gəlib eyni nöqtəyə çıxırıq. Məsələ təkcə pul deyil, əsas məsələ inkişafdır. İnsanlar gələcəklərini görə bildikləri yerdə qalmaq istəyirlər və bu imkanı təmin etməyəndə şirkətlər əslində ən istedadlı işçilərini itirmiş olurlar. Yaxşı, bəs həll yolu nədir? Cavab, işçi ekosistemi qurmaqdır. Gözləyin, bu nə deməkdir? Bu, pərakəndə, təsadüfi güzəştlər əvəzinə hər şeyin bir-birinə bağlı olduğu vahid bir strategiya deməkdir. Gəlin, bunun real həyatda necə işlədiyini anlamaq üçün Ifs Life adlı şirkətin uğurlu təcrübəsinə birlikdə baxaq. Deməli, işçi ekosistemi nədir? Təsəvvür edin ki, bu elə bir strateji çərçivədir ki, burada tanınma, mükafatlar, vəzifədə yüksəliş, hətta branding hamısı bir-biri ilə əlaqəlidir. Heç nə havada qalmır. Hər şey bir-birini dəstəkləyir və işçinin şirkətdə qalması üçün güclü bir təcrübə yaradır. Yəni burada heç nə təsadüfi deyil, hər şey məqsədyönlüdür. Və bu ekosistemi işlək edən ən vacib şey nədir bilirsiniz? Səmimiyyət. Baxın, bu sitat çox gözəl deyir. Ən güclü işə götürən brendləri ən mükəmməl olanlar deyil. Onlar səmimi hekayələr və emosiyalar paylaşanlardır. Yəni, kağız üzərində mükəmməl planlar yox, real hekayələr, real emosiyalar insanları cəlb edir. Çünki günün sonunda hər kəs səmimi bir mühit axtarır. Yaxşı, gəlin bu ekosistemin birinci və bəlkə də ən vacib elementinə keçək. Tanınmanın gündəlik yanacağı. Yəni, işçilərin hər gün, hər an özlərini dəyərli hiss etmələri üçün nə etməliyik? Gündəlik motivasiyanı necə təmin edə bilərik? Qallup'un apardığı bir araşdırma var, nəticələri doğrudan da heyrətamizdir. Deməli, işçilərin cəmi cümlətanı 23% özünü kifayət qədər təqdir edilmiş hiss edir. Amma əsl partlayış burada gəlir. Təqdir olunduğunu hiss edən işçilərin şirkətə bağlılığı, diqqət edin, 4 dəfə daha çox olur. Bu əslində şirkətlərin əldən verdiyi nəhəng bir potensial deməkdir. Və ən yaxşı tərəfi də odur ki, bunun üçün böyük büdcələrə ehtiyacı yoxdur. Mənalı təqdir heç də bahalı olmalı deyil. Fikir verin, CEO-dan gələn əl ilə yazılmış səmimi bir təşəkkür məktubu və ya kiminsə şərəfinə yaradılmış xüsusi bir Slack emojisi, hətta ofisdə günün DJ olmaq kimi kiçik bir imtiyaz. Bax, bu cür yaradıcı, kiçik jestlər əslində çox böyük fərq yarada bilər. Tanınmanı subyektivlikdən çıxarıb ədalətli etmək üçünsə, Ifs Life kimi şəffaf bir sistem qurmaq şərtdir. Baxın bu cədvələ. Satış performansı, komanda işi, brend təmsilçiliyi, hər şeyin meyarı aydındır. Belə olanda heç kim niyə o seçildi, mən yox, demir. Çünki uğurun nə demək olduğunu hər kəs bilir və qərəzlilik, subyektivlik aradan qalxır. Yaxşı, gündəlik motivasiya, təqdir. Bunlar çox vacibdir, amma bu medalın sadəcə bir üzüdür. Tənliyin digər tərəfi var. İnsanları uzun müddət şirkətdə saxlamaq üçün onlara aydın bir gələcək vəd etməliyik. Yəni, gələcəyə aparan yolun xəritəsini onların əlinə verməliyik. Məntiq əslində çox sadədir. Əgər bir işçi şirkətdə özü üçün uzun müddətli bir gələcək görürsə, o, təbii ki, daha bağlı, daha məhsuldar olacaq. Çünki hər kəs hara getdiyini bilmək istəyir. Növbəti addımın nə olacağını görmək istəyir. Bu, insani bir ehtiyacdır. Bəs ədalətli bir vəzifə yüksəlişi prosesini necə qurmaq olar? Baxın, bunun üçün 4 fundamental addım var. Birincisi, aydın iş səviyyələri və vəzifə adları müəyyənləşdirin. İkincisi, hər səviyyə üçün hansı bacarıqların tələb olunduğunu göstərən bir çərçivə yaradın.
Üçüncüsü, qərarların necə və nə vaxt verildiyi barədə tam şəffaf olun. Və dördüncüsü, bəlkə də ən vacibi, bu prosesi yuxarıdan gələn bir qərar kimi yox, bir müzakirə, bir dialoq halına gətirin. Qaydalar aydın olanda inam da artır. Və burada çox müasir və vacib bir yanaşma var. Artıq inkişaf üçün tək bir yol yoxdur. Yəni, hər kəs menecer olmaq məcburiyyətində deyil və bunu istəməyə də bilər. Baxın, iki yol var. Biri menecer yolu, yəni insanlara rəhbərlik etmək. Digəri isə mütəxəssis yolu, yəni öz sahəndə dərinləşmək, əsl usta olmaq. Əsas məsələ odur ki, hansı yolu seçirsən seç, sənin üçün bir inkişaf perspektivi olsun. Çünki istisnasız hər kəs böyümək istəyir. Məsələn, Eves Life şirkətinin bu karyera nərdivanı nümunəsinə baxaq. Hər şey necə də aydındır, elə deyilmi? Kiçik satış nümayəndəsisən və bilirsən ki, 6 ay sonra hədəflərinə çatsan, növbəti səviyyəyə keçə bilərsən. Böyük satış nümayəndəsi olmaq üçün isə yeni işçilərə mentorluq etməli, müəyyən sertifikatlar almalısan. Yəni, bu inkişafı qeyri-müəyyən bir xəyaldan çıxarıb, əlçatan konkret bir hədəfə çevirir. Və gəldik ekosistemimizin son, amma heç də az vacib olmayan üçüncü hissəsinə, mədəniyyət hekayənizi danışmaq. Yaxşı, şirkət daxilində möhtəşəm bir mühit yaratdınız. Bəs bunu xaricə necə çatdırıb ən yaxşı istedadları özünüzə cəlb edəcəksiniz? Bu, daxili mədəniyyəti ən güclü işə qəbul alətinə çevirmək sənətidir. Bu hekayəni danışmaq üçün ən güclü alət nədir sizcə? Cavab bir mənalıdır. Video. Pitchinin araşdırmasına görə insanlar oxuduqları bir mətnin cəmi 10%-ni yadda saxlayır. Amma videoya baxanda bu rəqəm 95%-ə qalxır. Aradakı fərq sadəcə inanılmazdır. Bəs hansı növ videolar çəkmək olar? Əsasən 3 güclü format var. Birincisi, ümumi mədəniyyət videoları. Sizin dəyərlərinizi, iş mühitinizi göstərir. İkincisi, işin təqdimatı videoları. Məsələn, bir marketoloqun bir gününün necə keçdiyini göstərir. Və üçüncüsü, bəlkə də ən təsirlisi, işçi rəy videoları. Yəni, real komanda üzvlərinin öz real təcrübələrini səmimi şəkildə paylaşdığı videolar. Məsələn, bizim кейsimiz olan Eves Life şirkəti bunu çox gözəl edir. Onların Yüksələn Ulduzlar adlı bir video seriyası var. Bu videolarda onlar real işçilərin şirkət daxilindəki yüksəliş hekayələrini göstərirlər. Nəticədə, həm daxildəki işçiləri ruhlandırırlar, həm də kənardan ən yaxşı namizədlərə baxın, burada uğura gedən yol realdır. Və belə bir hekayəni görən potensial namizədin hisslərini təsəvvür edin. O deyir ki, onlar mənə sadəcə inkişaf imkanlarının olduğunu demədilər. Onlar mənə həmkarlarımın uğur qazanmaq üçün atdıqları konkret addımları göstərdilər. Bu, sözdən daha güclüdür. Bu, real sübutdur. Bu, ümid və motivasiya yaradır. Beləliklə, gəlin yekunlaşdıraq. Əsas məsələ təcrid olunmuş pərakəndə imtiyazlarda deyil. Əsas məsələ işçilərin gündəlik olaraq dəyərli hiss etdikləri və gələcəklərini aydın şəkildə görə bildikləri inteqrasiya olunmuş bir ekosistem qurmaqdadır. Məhz belə bir sistem insanların bir hissəsi olmaqdan həqiqətən qürur duyduğu bir şirkət yaradır. Və sonda sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Sizin şirkətiniz işçilərə sadəcə təsadüfi imtiyazlar, yəni anlıq xəzlər təklif edir, yoxsa onların gələcəyi üçün aydın, konkret bir yol xəritəsi? Bu sualın cavabı, əmin olun, hər şeyi dəyişə bilər.